136-cı sualdan başlayaraq artıq funksiyanın integralın tapılmasına aid olan testləri izah edəcəm. Amma mən məsələn imtahana hazırlaşan tələbə olsaydım, əvvəlcə teoremaya aid olan sualların həllinə baxardım. Daha sonra isə integralların həllini öyrənməyə cəhd edərdim. Çünki teoreməni nə qədər yaxşı anlasaz, integrala aid olan misalları da bir o qədər yaxşı həll edə bilərsiniz. Amma suallar ardıcıl gəldiyi üçün mən ardıcıl olaraq izahat verirəm. Amma siz yenə də deyirəm, məsləhət olardı ki, əvvəl teoremaya aid olan sualların həllinə baxardınız. Deməli, 136 nömrəli sual əslində bu hazır düsturdur. Yəni, burada əvəz etməyi və ya dəyişən əvəz etmə üsulu, hissə integrallama üsulu, heç bir digər üsullardan istifadə etmək lazım deyil. Bu, sizə orta məktəb kursundan da tanış olan arctangens funksiyasının teoreməsidir, integral altı ifadədə. Siz xüsusi halda A-nın 1 olan halında öyrənmişsiniz. Yəni siz bilirsiniz ki, arctangens x funksiyasının teoreməsi 1 bölünsün 1 üstəgələk x kvadratıdır. Amma bu ümumi halda 1 bölək a kvadratı üstəgələk x kvadratı şəklində veriləndə integralda bu nəyin teoreməsidir? Bu 1 bölünsün a arctangens x bölək a-nın teoreməsidir. Yəni belə bir funksiyanın teoreməsidir. Ona görə də bu misalınızın cavabını elə mən birbaşa, yəni burada a rolunda 25 5-in kvadratı olduğu üçün a deməli 5-dir. 1 bölək 5 arctangens x bölək 5 və üstəgələk təbii ki sabit. Ümumiyyətlə qeyd edim ki, mən burada müxtəlif suallar var. 136-dan 173-ə qədər səhv eləmirəmsə 38-ə yaxın sual var. Hər suala müxtəlif yanaşma ilə həll etmək olar. Bəzisində dəyişən əvəz etmə, bəzisində sadələşdirmə, bəzilərində hissə integrallama, bəzilərində hazır düstur tətbiq etməklə həll etmək olar. Ona görə də ola biləcək ki, yəni mən misallara müxtəlif cür yanaşacağım. Amma hər birisinin detallı şəkildə həllini o səbəbdən izah edirəm ki, siz həllin hardan alınmasını da yaxşı başa düşə biləsiniz. Məsələn, bu sualda əvəz etmə üsulundan istifadə edəcəm. Çünki bayaqkindən fərqli olaraq burada bir dənə əlavə x var. Yəni mən bura birbaşa arctangens x deyə yaza bilmərəm. Dəyişəni əvəz etmə üsulunu ümumiyyətlə diferensialın əvəz olunması ilə dəqiq şəkildə izah etmək istəyirəm ki, bu necə yaranır. Ümumiyyətlə, nəyi əvəz edəcəksinizsə, həmişə baxın, görün, onun teoreməsi integral altı funksiyada iştirak edir, yoxsa yox. Məsələn, mən bütöv məxrəcə əvəz edəcəm. 1 üstəgələk x kvadratını t ilə əvəz edəcəm. T əvəz edəcəm. Niyə? Çünki mən bu əvəz etdiyim ifadənin teoreməsini artıq integral altı ifadədə görürəm. Və əgər ifadəni əvəz etdimsə, onda mən dt-ni də tapmalıyam. dt nədir? T biz nəyə demişik? 1 üstəgələk x kvadratına demişik, düzdür? Bərabərdir. Bu ifadə hansı mənanı verir? Yəni dfx nə deməkdir? Funksiyanın diferensialı nə deməkdir? Bu deməkdir ki, funksiyanın teoreməsini alıb qarşıda yazarlar və diferensialı dx-i saxlayarlar. Deməli, mən 1 üstəgələk x kvadratının teoreməsini almalıyam. 1-in teoreməsi 0-dır. X kvadratının teoreməsi isə 2x-dir. Deməli, 2x dx. İndi diqqətlə baxaq. Bizim burada nəyimiz çatmır? 2-miz çatmır. Mən bu ifadəni 2-yə həm vuracam, həm də böləcəm. Və xassəyə görə böldüyüm sabiti kənarda saxlayıram. Tamam, əlavə bizə lazım olmayan hissələri buradan götürsək, deməli, biz necə bir şey almışıq? Yazıram bərabərdir. Baxın, əvəz etdiyim hissənin hamısını burada görürəm. 2x dx, hamısını görürəm, düzdür? Deməli, bu nə idi? Bu dt idi. 2-də 1 qalır. İntegral işarəsi qarşısında dt bölünsün. 1 üstəgələk x kvadratına nə demişdim? T demişdim. Yəni, bu nə deməkdir? Nəyin teoreməsi 1 bölü t-dir? Təbii ki, elin t-nin. 2-də 1 elin t. Və geri qaytaraq ifadəmizi. Biz t
Nəyə demişdik T? Nəyə demişdik? 1 üstəgəl x kvadratına. Deməli cavabımız 2-də 1 elin 1 üstəgələk x kvadrat ifadəsi verir. Və təbii ki, sabitin də yenə yazırıq. Hansısa bir misalı, belə deyim, day funksiyasını almaqda çətinlik çəkirsinizsə, siz cavablardan teoremləri almaqla da düzgün cavab ala bilərsiniz. Amma bəzi halda bu biraz vaxt aparır. Ona görə də mən hər bir misalın həlli şəkildə yazacağım ki, həll qaydasını biləsiniz. 138 nömrəli sual. Baxın, burada isə x kvadratı ifadəsidir. Burada nə təklif edərdim etmək? Burada mən x kvadratının üzərinə bir dənə 1 gələcəm, bir dənə də çıxacam. Niyə? Çünki ifadəmi əvvəlcə sadələşdirmək istəyirəm. Yəni, burada əvəz etmə üsulunu istifadə etməyəcəm ümumiyyətlə. İfadəni sadələşdirib daha sonra integralı hesablayacağım. İndi baxaq. X kvadrat üstə gəl 1, x kvadrat üstə gəl 1. Bu 1 elədi. Çıxılsın, qaldı 1 bölünsün. X kvadrat üstə gələk 1 və dx. İntegralın xassəsinə görə biz funksiyanı ayrı-ayrı iki integralda yaza bilərik. 1 vurulsun dx elə dx-dir. Bir də ikinci integralda dx bölək x kvadrat üstə gəl 1. Bərabər 2 dənə sadə artıq ifadə aldım. Nəyin teoreməsi 1-dir? Yəni bu 1 deməkdir. Burada 1 qalıb. Nəyin teoreməsi 1-dir x-in? Bunu isə bayaqdan artıq işləvə təkrarlamışıq. Bu hansı funksiyanın teoreməsidir? Arktangensin. Arktangens x-in və təbii ki, üzərinə gəlinsin sabiti də yazmalıyam. Bu misalı bu qayda ilə həll etdik. Sonra 139 nömrəli sual. Baxın, bu sualı artıq mən yaxşı olardı ki, kosinus kvadratından kosinusa gələrdim. Kosinus x-in özünə gələrdim. Düsturu xatırladım. Kosinus 2x nəyə bərabər idi? 2 kosinus kvadratı x çıxılsın 1-ə. Düzdür? Və bu zaman əgər mən bunu kosinus x ilə yazsam nə olar? Yəni, burada ümumiyyətlə nə yazılırsa, burada onun yarısı yazılır da, yarım arqument düsturlarıdır. Bu zaman 2 kosinus kvadratı x böl 2 yazıram, elədir. İndi bizdə kosinus kvadratı x böl 2 var. Onda bu ifadəyə əsasən alıram bərabər integral 2-də 1-i verim əvvələ, verim də 2-də 1 keçir qabağa olacaq kosinus x üstə gələk 1 dx. Bu qədər sadə bir şey. Nəyin teoreməsi kosinus x-dir? Sinus x-in. Nəyin teoreməsi 2-də 1-dir? 2-də 1 x-in. Üstə gələk sabit. 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 2-də 1x sinus x bölü 2 və sabit. Düzgün cavabı aldıq. Yəni, burada görürsünüz, trigonometrik ifadələrin 2 qat arqument düsturundan istifadə etdim. Baxın, bu sual nə qədər mürəkkəb görünsə də əslində olduqca sadə sualdır. Burada sadələşdirmədən istifadə edəcəm. Y üstü x-i 1-ə vursam elə y üstü x-in özü eləyər. Çıxılsın. Y üstü x-i, y üstü mənfi x-ə vursaz, bilirsiniz ki, qüvvətlər toplanır. Ona görə də y üstü 0 qalır. O da 1 eləyir. Bölünsün x kvadrat da elə məxrəcdə var. Deməli, əslində belə bir ifadə aldıq. Nəyin teoreməsi y üstü x-dir? Y üstü x-in özünün. Nəyin teoreməsi 1 bölü x kvadratıdır? Daha doğrusu, mənfi 1 bölü x kvadratıdır. Müsbət 1 bölü x-in. Üstə gələk sabit. Bu qədər. Bu da asan bir sual oldu əslində. Sonra bu sualı mən hazır düsturunu əvvəlcə istəyirəm yazmaq. Sualın hazır qaydası necə olmalıdır? Ümumi halda integralda bunu yazıram. Yazıram a-nın kvadratı çıxılsın bx-in kvadratı. Bu şəkildə yazıram hələ ki. Və bu da səhv etmirəmsə belə olmalıdır. 1 bölək 2ab səhv etmirəmsə, indi ümumi ifadədən də baxa bilərik. Alınmasını yazıb vaxtı aparmaq istəmirəm əslində. Sürətdə olur bx çıxılsın a. Məxrəcdə isə olur bx üstə gələk a.
Belə bir şey olmalıdır. Mühazirə mətnindən də dəqiq baxa bilərsiniz. Belə olmalıdır, səhv etmirəmsə. İndi burada A rolunda nədir? 2-dir. B rolunda nədir? 3-dür. Deməli, bu misalın hazır cavabı olacaq 1/2 vuraq 3 ln 3x üstə gələk. Mən bunların yerini səhv yazdım. Hə, burada üstə gələkdir, burada çıxaqdır. Üstə gələk 2, aşağıda isə 3x çıxaq 2. Plus C, sabit. Belə bir cavab olmalıdır. 2 vur 3, 2AB dedimsə 2 vur 3, bir dənə də ikisi var da bunun. Onda əmsalımız 1/12 olur. 1/12. Belə. Hardan alınır? Əslində, yenə deyim, yəni maraqlı olsa sizə bunun alınması yolu, bunu 2 kəsirdə yaza bilərsiniz. Misalda 1 bölünsün 4 çıxaq 9x kvadratıdır. Bunu 2 dənə kəsirdə yaza bilərsiniz. 2 çıxılsın 3x. Bir də 2 üstə gələk 3x. Belə bir şey yaza bilərsiniz. Sonra bunu 2 dənə kəsirdə yazırsınız. A bölünsün 3x plus 2 çıxılsın B bölünsün 3x minus 2. Baxın, belə kəsir. A ilə B-ni tapırsınız, bu nədir? Və bu da 1/x-də ln-in törəməsi olduğuna görə burada bir dənə ln yaranır. 3x plus 2. Bir dənə də ln burada yaranır. 3x minus 2 təbii ki, əmsalları ilə. AB-ni dəqiq tapandan sonraki AB nədir? Əmsalları ilə. Və ln-in xassəsinə görə də əgər fərq yazılırsa, siz onu edirsiniz. Bir dənə natural loqaritmada yazanda bölməlisiniz. Yəni, düsturun alınmasının gedişatı bu qaydadadır. Mən ona vaxt sərf etmək istəmirəm. 142 nömrəli sual. 142 nömrəli sualda əvəz edəcəm. Nəyi əvəz edirəm? Yenə deyirəm, əvəz etmədə həmişə baxın, görün. Əvəz etmək istədiyiniz ifadənin törəməsi əgər burada varsa, onu əvəz edin. Mən burada sinus x-i əvəz edirəm. Çünki görürəm ki, burada sinus x-in törəməsi iştirak edir. Sinus x-a bir dənə t deyirəm. Onda dt nəyə bərabər olur? D sinus x-a, düzdür. Biz t axı sinus x-a demişik. Və açıqlamasını da verək ki, sinus x-in törəməsi nədir? Kosinus x-dir. Kosinus x dx. Deməli, dt bərabər olur buna. Bu əvəzləməmizi integralda nəzərə alaq. Bu ifadənin özünü nəzərə alaq. Kosinus x dx. Kosinus x dx nəyimiz idi bizim? dt-miz. Məxrəcdə isə olur 4 çıxılsın. Sinus x-i da t demişik, t kvadrat. Bu ilə bayaqki integraldandır. Bundan öncə yazdığımız integraldandır. 1/2 AB demişdik. Məxrəcdə A-nın yerində 2 iştirak eləyir. B-nin də yerində 1. 2 vur 2, 4. Alınır ln t. Üstə gələk 2. Məxrəcdə isə 2 çıxaq da burada olsun. 2 çıxaq t. T nəyə demişdik? Sinus x-a. Ln sinus x üstə gələk ki, məxrəcdə isə 2 çıxılsın sinus x. Bu olsa moduldadır. Modulda yazırıqsa onun elə bir fərq etməyəcək və bu da düzgün cavabımız. Sonra mən bilirəm ki, 1 bölək kök altında 1 çıxaq x kvadratı ifadəsi arcsinus x-in törəməsidir, düzdür. Və siz də məndən razısınız. Ona görə də buna uyğun bir formaya gəlməliyəm və əvəz edirəm nəyi? X-in kvadratını. Çünki x-in kvadratının törəməsini yuxarıda görürəm. Yenə deyirəm, nəyi əvəz edəcəksinizsə, törəməsini gördüyünüz ifadəni əvəz edin. dt bərabər olur dx-in kvadratına. Çünki t x kvadratına demişik də. X kvadratına törəməsi 2x-dir. 2x dx. Bax, bu əvəzləmələri biz nəzərə alaq integralda. Bərabərdir yazıram. 2 vurulsun 2x dx dt idi. Kök altında olacaq 1 çıxaq. X-in kvadratının kvadratı x üstü 4 elədiyinə görə t kvadrat. Və budur. Bu da artıq bizim hazır arcsinusumuzdur. Arcsinus t üstə gələk c. Biz t nəyə demişdik?
x kvadratına. Deməli cavabımız da olacaq 2 arcsinus x-in kvadratı üstə gəlinsin C. 144. Bax, burada məxrəci görürəm ki, məxrəc 1/1 üstə gəl x kvadrat. Arctangens x-in teoreməsidir, düzdür? Nəyin teoreməsini görürəmsə, bax onu da mən əvəz etməliyəm. Arctangensə bir dənə t deyirəm. dt bərabər olur d arctangens x-a və bunun da teoreməsi 1/1 üstə gələk x kvadratı dx-dir. Bunların hər birisini mən ifadənin içində görürəm. İntegral əvəz edək. Arctangensə t demişik. Düzdür? T demişik. dx bölünsün 1 üstə gəl x kvadratına isə dt demişik. Nəyin teoreməsi t'dir? T kvadrat bölü 2'nin. T nəyə dedik biz? Biz nə dedik? T nə idi? Arctangens idi. Deməli olur arctangens x-in teoreməsi, üzr istəyirəm, kvadratı bölək 2. İşte gələk sabit. Bəli, tamamilə düzgün cavab aldıq. Əla. Yenə də əvəz edəcəyim ifadənin teoreməsini mən burada artıq görürəm. X kvadrat çıx 2x-a bir dənə t deyəcəm. Və dt bərabərdir. X kvadrat çıx 2x. Nədir bunun teoreməsi? 2x çıxaq 2'dir. Düzdür? dx. 2 bir dənə çölə verək. Qalsın x çıx 1 dx. Əla. Nəyin çatmır? 2'm çatmır deməli mənə. 2'm çatmırsa 2'yə vurdum. Bir dənə də 2'də 1'ə vurdum. 2'də 1 əmsal olaraq qarşıda yaza bilirəm. İntegralda qaldı bizdə 2x minus 1 dx-imiz dt idi. Y üstündə x kvadrat çıx 2x da olacaq y üstü t. Bu qədər sadə bir ifadə aldıq. Nəyin teoreməsi y üstü t'dir? Elə y üstü t'nin özünün. T'də nəyə demişdi? X kvadrat çıx 1'ə. Deməli alıram 2'də 1 y üstü x kvadrat çıxılsın 2x üstə gələk sabit. Mən bu suallar test sualları olduğu üçün məsələn deyə bilərdim ki, cavabı buna görə yadda saxlayın və yaxud da ki, cavablarla işləyin. Burada görün, bu əlavədir, bu əmsal buna uyğun gəlmir, bu mənfidir. Belə yanaşma da verə bilərdim, amma niyə demirəm? Çünki bizdə burada müxtəlif universitetlərdən tələbələr izləyirlər. Bəzi universitetlərdə testlə deyil, açıq sualdır. Açıq sualı da dəqiq həlli ətraflı yazmaq lazımdır ki, yüksək nəticə alsınlar. Və yaxud da ki, burada bəzi suallar var ki, elə abituriyentlər də baxıb faydalana bilərlər. Ona görə mən çalışıram, yəni hər bir şeyi detallı izah edim ki, harda necə əvəzləmə edə bilərsiniz, harda hansı düsturu tətbiq edə bilərsiniz, yəni bu qayda ilə. Yaxşı, maraqlı bir dənə sualımız var. Mən bunu burada görürəm. Ona görə bütün bunun hamısını əvəz eləyəcəm. 4x kvadrat çıx 3x üstə gəl 6. Bax, burada nə varsa hər şeyi t-nin əvəz edirəm. dt bərabər olur d. Diferensial. 4x-in kvadratı çıx 3x plus 6. Bu nə deməkdir? Bundan teorem alıb qabaqda yazmalıyam. 4x kvadratın teoreməsi 8x-dir. 3x-in də teoreməsi 3'dür. Şöh, bu qədər. dx. Var bunların hamısı? Bəli, var. Sürətdə var. Deməli, bu misalın bərabərdir. İntegralda 8x çıx 3 dx elə dt idi. 2 kök altında t. Nəyin teoreməsi 1 bölək 2 kök altı t idi? Elə kök altı t'nin özünün üstə gəlsin. Biz t nəyə dedik? Bu ifadənin hamısına. Deməli, bizim cavabımız olacaq. Elə kök altında 4x kvadrat çıx 3x plus 6 üstə gələk bir dənə də sabit. Düppədüzdür cavabımız qəşəng. Yaxşı, bu maraqlı sualdır.
Maraqlı sualdır və burada nə əvəz edəcəm? Burada kosinus kvadratı, 1 böl kosinus kvadratı nəyin teoreməsidir? Tangensin teoreməsidir. Teoreməsini görürəmsə, deməli onu da əvəz edirəm. Tangens 3x-a bir dənə deyirik t. Yekə bir dənə t. dt bərabərdir olur d. Tangens 3x. Alaq teoreməsini yazaq qarşısında. Tangensin teoreməsinə kosinus kvadratı demişik. Əlavə olaraq mürəkkəb funksiya olduğu üçün bir dənə də burada vurulsun 3 olur. Dx. Yaxşı, bizim nəyimiz çatmır onda? Misal üçün nəyimiz çatmır? 3'ümüz çatmırdı. Mən bunu bir dənə 3'ə vurum, bir dənə də 3'ə bölüm. Bərabərdir. Onların hamısını ifadədə yerinə yazaq. Deməli, nəzər alaq. 3x. Bu da x burada silindi. 3dx 1 bölü kosinus kvadratı 3x'in hamısı, bu hissənin hamısı dt'dir. Qarşısındakına da nə demişdik? T demişdik. Tangensdə t demişdik. T üstü neçədir? Burada 5'dir. Belə. Nəyin teoreməsi t üstü 5'dir? T üstü 6 bölək 6'nın. Bir dənə də 3 əvvəldə var idi. Vurdum 3'ə. Oldu neçə? 18. T nəyə dedik? Tangensə dedik. Deməli, tangens üstü 6 3x bölünsün. Neçə? 18. Bax, bu da bizim cavabımız. Əla, bu da düzdür. 148. 148'də kosinus kvadrat üstə gəl sinus kvadrat. Burada müxtəsər vurma düsturundan istifadə edəcəm. Birincisi, a-nın kvadratı üstə gələk 2 vurulsun a vurulsun b. Bir dənə də üstə gələk b-nin kvadratı. Müxtəsər vurma düsturundan istifadə elədim, bax. Bu birinci adımım. Sinus kvadratla kosinus kvadrat nəyə bərabərdir? Əsas eyniliyə görə 1'ə. Sonra burada nə var? 2 sinus alfa, kosinus alfa var. 2 sinus alfa, kosinus alfa da xatırlayırsınızsa, sinus 2 alfanın düsturudur. Yəni burada alınır, üstə gələk sinus 3x. Belə bir şey alınır. Və təbii ki də dx bərabər. İndi səliqəli şəkildə ibtidai funksiya almaq olar. Nəyin teoreməsi 1'dir x-in? Nəyin teoreməsi sinusdur? Mənfi kosinus. 2x-dir burada 3x. 3x-in teorem alanda 3'ə vurmalıyamsa, ibtidai funksiya alanda 3'ə bölməliyəm. Üstə gələk sabit. Belə bir cavab. X çıxaq 3'də 1. Dəqiqliklə cavab aldıq. Qüvvət funksiyasının ibtidai funksiyasının alınmasıdır. Ümumiyyətlə yada salın. X üstü n-dən siz teoremi alanda n əvvələ gəlir. Qüvvətdən də bir dənəsi azalır. Amma x üstü n-dən ibtidai funksiya alanda, teorem alanda bir dənə azalmışdırsa, ibtidai funksiya alanda bir dənə artmalıdır. Və nəyə bölürsünüz? Elə n plus 1'in özünə. Deməli, bu ifadəmizdə 3 çıxılsın x üstü 3'də 1'dir. N'in yerində 3'də 1'dirsə nə etməliydim? N'i bir vahid artırmalıydım. 3 çıxılsın x üstü 3'də 1'in üstə 1 gəlsəm 3'də 4 eləyər. Və həmən aldığım ifadəyə də bölməliyəm. Bu 1. Sonra 3 çıx mənfi x-in teoreməsi mənfi 1 olduğu üçün mənfi 1'ə vururamsa, deməli, burada nə etməliyəm? Mənfi 1'ə bölməliyəm. Yəni burada nə alırıq? Bir dənə bunu səliqəli şəkildə yazaq. Alıram mənfi 4'də 3. 3 çıxılsın x üstü 3'də 4 plus c. Mənfi əmsal harda var? Mənfi əmsal burada var. Qüvvətində də 3'də 4 burada var və cavabımız tamamilə düzdür. 150 nömrəli sual. Bu elə indi bu dəqiqə izah etdiyimin ümumi halıdır. Nə etməlisiniz? Qüvvəti bir dənə artırmalısınız. N plus 1, N plus 1'ə də bölməlisiniz. Burada k əmsalı yaranır. Teorem alanda k-ya vurulursa, ibtidai funksiyanı deməli k-ya bölməlisiniz. Y üstü kx plus b-də y üstü x-in teoreməsi y üstü x olduğu üçün elə bunu da buradan da integral yazmayayım da hazır cavab var. Elə y üstü kx plus b-nin
törəməsidir və törəmə olanda k-ya vurulursa ibtidai funksiyalında k-ya bölünür. Üstə gələk C. Yəni bu sadə sual idi. Çox yaxşı. 152-də nə edəcəm? 152-də artıq hissə integrallama düsturu istifadə edə bilərəm. Bu hansı düsturdu xatırladım sizə? UDV integraldır. UDV bərabərdir. Elə U vurulsun V-nin özünə, çıxılsın integralda VDU. Əsas burada U və V nəyə deyəcəksinizsə, önəmli olan o hissələrdir. Yəni, gəlin bunu mən sizə bu şəkildə izah edim. Bir dənə bu hissənin açıqlamasını bir dənə də buradan verim. Bu, əslində U vurulsun V-nin törəməsi dx kimi də yazıla bilərdi. İndi burada görək nəyin törəməsini görürük. Məsələn, x-in törəməsini diferensiyala salmağımın mənası yoxdur. Ona görə y-x-i salmaq daha maraqlı olardı, daha düzgün olardı əslində. Yəni, indi bu misalı necə həll edəcəm, diqqətlə baxaq. X-i saxlayıram. Y-ni diferensiyalda yazacağam. Y üstü neçədir? Burada mənfi 2x-dir. Y üstü mənfi 2x-dan törəm alsam, elə Y üstü mənfi 2x-in özü bir dənə mənfi 2 yaranır. Deməli, mənim burada mənfi 2-im yox idi. Mənfi 2-yə bir dənə vurum, bir dənə də mənfi 2-yə bölüm. Və onu nəzərə alım. Deməli, mən mənfi 2-nin nəzərə alsam, məndə bir dənə qarşıda mənfi 2-də 1 qalacaq. Mənfi 2-də 1 bərabərdir. Mənfi 2-də 1 ilə çöldə saxlayıram yenə də. Deməli, baxın, burada x funksiyası, x bizim nəyimizdir burada? Nə rolundadır? U rolundadır. Bəs y üstü mənfi 2x hansıdır? V-dir. Deməli, cavabımız belə bir şey olmalıdır bizdə. Əgər u vur v yazıramsa, deməli, integralsız artıq 2-də 1 integralsız yazıram. Çünki özünü yazıram axı. X vurulsun y üstü mənfi 2x. Çıxaq, integral. Bu dəfə yerini dəyişmiş variantında. Vx du, yəni dx bərabər. Mənfi 2-də 1 öz yerində, x vurulsun y üstü mənfi 2x öz yerində. Nəyin törəməsi y üstü mənfi 2x eləyir? Elə y üstü mənfi 2x-in özünün. Mənfini mənfiyə, bu mənfini bu mənfini nəzərə alıram, bu müsbət eləyir. İbtidai funksiyalanda mənfi 2-yə bölməliyəm deyə bir dənə də mənfi 2-ni burada nəzərə aldım. Üstə gəlsə. Deməli, əslində nəzərə alsaq ki, hər iki əmsalımız mənfi olmalıdır. Və bunların hər ikisini nəzərə alaq ki, hər iki əmsal mənfi olmalıdır. Bəli, deməli, düz almışıq. Budur cavabımız. Sonuncu cavab düzgün cavabdır. Burada əvəz edəcəm. Nəyi əvəz edirəm? Ln x-i əvəz edirəm. Çünki ln x-in törəməsini burada görürəm. Ln x-i bir dənə t deyirəm. dt bərabərdir d ln x. O da bərabərdir 1 bölək x dx. Düzdür? 1 bölü x dx. Bəli. Yerinə qoyaq. Bərabərdir. dx bölü x. Bu hissə dt-dir. Ln də nə demişdik? T demişdik. T'nin kubu. Belə bir ifadə aldıq. Gəlin bunu t üstü mənfi 3 ilə yazaq ki, qüvvət funksiyasından ibtidai funksiya almaq qaydasını bilirik. Bir dənə artırmalıydım. T üstü mənfi 3-dürsə üstünə 1 gələndə mənfi 2 eləyər və onda nə inirdim? Mənfi 2-yə bölürdüm. Hazır. İntegralımız hazır. Biz t nəyə demişdik? Ln-ə demişdik, düzdürmü? Ln-ə. Deməli, bizim cavabımız olur 1 bölək mənfi 2 ln kvadratı x. İşte gəl bir dənə də sabit. Bu da cavabımız. Bu da düzgün. Əla. 154 nömrəli sual. 154. 154-də də nə eləyək? 154-də tangensi əvəz eləyəcəm. Hətta bir üstə gəl tangensin hamısını əvəz edəcəm. Çünki tangensin törəməsini burada görürəm. Bir üstə gəl tangens x-a bir dənə t dedim. dt bərabərdir d bir üstə gəl tangens x-a. Birin törəməsi heç nə sıfırdır. Tangensin də törəməsi 1 bölək kosinus kvadratı x-dır. dx.
Bunların hamısını burada integral altı ifadədə görürük. Dx bölək kosinus kvadratımız dt oldu. Bir üstəgəl tangensdə t demişdik. Oldu kök altında t. Belə bir şey. Amma mənim nəyim çatmır burada? 2'm çatmır. Gəlin bunu 2'yə bölək və 2'yə vuraq. Nəyin teoreməsi 1 bölək 2 kök altı t'dir? Elə kök altı t'nin. Deməli 2 kök altında t. Plus biz t nəyə demişdik? Bir üstə gələk. Tangens x-a demişdik. Üstə gələk sabit. Bəli, yenə düzgün nəticədir təbii ki. Burada nə edəcəm? Burada sürət məxrəci 2'yə vuracam, böləcəm birincisi. Alıram nə? Alıram 2 kosinus 2x, məxrəcdə isə sinus 2x dx. İndi nəyi əvəz eləyirəm? İndi gəlin, burada fərqi var nəyi əvəz eləməyimin. Ya, sinus əvəz eləsəm yaxşılar, çünki sinus 2x-a bir dənə t desək, dt olar burada. Sinusun teoreməsi nə idi? Kosinusuydu. Kosinus 2x dx. Nəyim çatmır burada? Mənim əlavə bir dənə də 2'm çatmır. 2. Bərabərdir. Deməli, bütöv sürət olur elə dt, məxrəcdə olur t. Nəyin teoreməsi 1 bölü t idi? Ln t'nin. Üstə gələk sabit. Biz t nəyə dedik? Sinus 2x-a. Deməli, alırıq ln sinus 2x. Üstə gəlsə. Yenə deyirəm, siz burada teoremələri almaqla da yoxlaya bilərdiniz. Ln'in teoreməsi 1 bölü x-dır. Buradan bir dənə 1 bölü sinus x yaranar. Sinus x-in də teoreməsi kosinus x-dır. Bir dənə vurulsun kosinus x. Məsələn, teoremələri alaraq da yoxlaya bilərdiniz. Amma bəzi halda bu kifayət qədər vaxt aparır. Bu sual tipli sual deyəsəm bayaq var idi. Orada kök yox idi. Yox. Orada kök altı deyildi və hazır biz onu elinlə yazdıq. Amma bu hansı düsturdur? Bunu mən sizə xatırladım. 1 bölək kök altda 1 çıxaq x kvadratı sizin bildiyiniz arcsinus x-in teoreməsidir. Amma siz xüsusi halda bilirsiniz. A-nın yerində 1 olan halda bilirsiniz. 1 bölək a kvadratı çıxaq b x-in kvadratı olanda isə bu əslində arcsinus bx bölü a. Bunun əmsalı da olmalıdır herhalde. Əmsalı da olmalıdır. Əmsalında baxım. Əmsalında 3'də 2 3'də 2 açılışını yazsam ala bilərəm. Yaxşı qoy birbaşa bunu yazım. Hələ ki indi açılışıyla alacağım, görüm bunun əmsalı nə idi. Yəni indi bu integralımız bizim eləməlidir. Arcsinus 3x bölü 2. Bunun əmsalında yəqin ki 1 bölək AB. Yəni mənim yazdığım bu AB-yə əsasən A-ya 2 demişəm, B-yə 3 demişəm, düzdür. Bu çətin şey deyil ki, alım da bir dəqiqə bunu. Bir dəqiqə bunların hamısını silim və alım indi bunu. Bunun dəqiq həllini alınması üsulu ilə yazacağım. Baxın, yenə təkrarlayıram. 1 bölək kök altda 1 çıxaq x kvadratı. Bu bərabərdir elə arcsinus x-in teoreməsi. Düzdürmü? Yaxşı. Əgər indi bizdə a kvadrat çıxaq bx kvadratı varsa kökün altında, mən bildiyim məlum düstura gəlmək üçün burada 1 eləməliyəm. 1 eləmək üçün də nə edirəm? Sürətlə məxrəci də nəyə bölürəm? A-ya bölürəm. Onda burada alınar 1 bölək a kök altında 1. Əgər
ifadəni a-ya bölürüksə, deməli kök altı ifadəni a kvadratına bölürük də. Bölək bx bölək a-nın kvadratı. Belə bir şey. Elədir, bərabərdir. Bərabərdir. Yaxşı, bəs bu nəyin teoreməsidir? 1 bölək a-nı saxlayıram burada. Kök altda 1 çıxaq. Bx bölək a-nın kvadratı. Hə, bu bərabərdir. Bu bərabərdir. 1 böl a yenə çöldə qalsın. Arc sinus bx bölək a-ya. Düzdür, düzdür. Yaxşı, mən tutaq ki, arc sinus 3x-dan teoremi alanda 1 bölə 1 çıxılsın 3x kvadratı əlavə olaraq da 3x-in teoreməsində 3-ə vururamsa, deməli bu ifadədə b böl a-ya bölməliyəm. Bir dənə də yazmalıyam, bölünsün b bölək a. B böl a-ya bölmək əslində nə deməkdir? Kəsirə bölmək, kəsirin tərsinə vurmaq deməkdir. 1 böl a-nı deməli əslində b böl a-ya, daha doğrusu a böl b-yə vururam. Düzdür? Səliqəli yazım. A böl b-yə vururam. Arc sinus bx bölək a. A-lar ixtisar getdi 1 böl b. Deməli, yadda saxlayaq. Qarşıda 1 böl b qalmalıydı. 1 böl b. Dəqiq aldıq. Deməli, onda bizim misalımızda b nə idi bizdə? bx çıx 3x kvadratı idi. Deməli, olur 1 bölək 3 arc sinus 3x böl 2 plus c. Aldıq. 1 böl b. Yadda saxlayın. 1 böl b olmalıydı. Bunu da dəqiq aldım alınması ilə. Yaxşı, bunu da arktangensə gətirək. Arktangensə gətirmək üçün məxrəcdə nəyinsə kvadratını almalıyam. Bərabərdir. dx-i saxlayıram burada. Bunu 5-i 1 üstəgəl 4 kimi yazsaq, olar x üstəgələk 1-in kvadratı üstəgələk 4. Belə bir ifadə alarıq integralda. O da bərabərdir. Bu elə hazır nəyin teoreməsidir? Arktangens x plus 1-in teoreməsidir, düzdür. Arktangens x plus 1-in. Bir də bunu ən birinci 136 nömrəli sualı izah eləyəndə demişdim. Qarşıda nə olmalıydı? 1 bölək 2ab olmalıydı. 1 bölək 2ab. A rolunda 1-dir, b rolunda isə 2-dir. Deməli, qarşıda olmalıdır 4-də 1. Belə bir əmsalımız olmalıdır bizim. 2-də 1. 2AB nədəydi? 2AB elində idi. Hə, yox, səhv dedim. 1 bölü a olmalıydı. Hə, 1 bölü a olmalıydı. Qoy düzəliş eləyim. Elin a kvadrat çıx bx kvadratında 1 bölü 2AB idi. Arktangensdə isə hanı misalım bax. Ən birinci misal yazmışam burada 136. 136 harda yazdım onu? Hə, budur, bundandır. 1 bölək a, 1 bölü a 5'də 1. Hə, düzdüm, elində 1 bölü a b olmalıydı. Yaxşı, davam eləyək. Neçədə qaldım? 157-də, 158-i deyirəm indi. 158-i nə eləyəcəm? Baxaq, görək nə edəcəm. Məsləhətdir burada. Burada sinus x-ə əvəz eləyəcəm. Niyə? Sinus x-ə əvəz eləyim. Yox, sinus x-ə əvəz eləmirəm. Nəyin teoreməsi sinus x-dır? Kosinus x-in. Onda mən kosinus x-ə əvəz etməliyəm əslində. Niyəsini də indi izah eləyəcəm. Çünki yenə deyirəm, nəyin teoreməsini görürəmsə, həmişə o şeyi əvəz etməliyəm. Buna bir dənə t dedim. dt bərabərdir d kosinus x-a. Kosinusun teoreməsi nədir? Mənfi sinusdur. Mənfi sinus x dx dedik buna. Yaxşı. Sonra nə edəcəyik? Mənfini atdım qabağa. Mən sinusun birini götürmüşəm. O birisi sinusumun kvadratı ilə qalıb. Sinus kvadratı x dt deyirəm hələ ki. Çünki sinus x dx-i götürmüşəm, düzdür. Sinus kvadratında gətirməliyəm kosinus kvadratına. Bunu da yazıram. Mənfini saxladım çöldə. Əsas eyniliyə görə 1 çıxılsın kosinus kvadratı x
Qoy hələ ki dt ilə davam eləyim. dt indi oldu. Kosinus kvadratına nə demişdim? T demişdim. Deməli alıram, mənfini də nəzərə alım da, inteqralın içinə vurum, mənfini nəzərə alım. Onda alıram t-nin kvadratı çıxaq 1 dt. Belə. Nəyin teoreməsi t kvadratıdır? T kubu bölək 3-ün nəyin teoreməsi 1-dir? Sadəcə t-nin. Bir dənə də plus c. İndi baxın, əvəz etdiyim şeylərin hamısını burada nəzərə alım. Cavabım olmalıdır nə? Cavabım olmalıdır kosinusun kubu x bölək 3 çıxaq kosinusun özü. Bir dənə də sabit. Bəli, kosinus kubu, kosinus özü isə mənfisi ilə. Kosinus üstü 5 var. 5 varsa nəyin teoreməsi kosinusdur? Sinusun. Deməli, mən sinusu əvəz etməliyəm. dt də bərabərdir d sinus x-a. Sinusun teoreməsi nədir? Kosinus x. dx-ını saxladıq yanında. Yaxşı. Əgər kosinusun birini götürəcəmsə, onda kosinusun 4-ü qalır. 4-cü qüvvəti qalır. Kosinus üstü 4x bu bərabərdir. Kosinusdan sinusun uyğunluğu necə idi? Əsas eyniliyə görə 1 çıxılsın sinus kvadratı x. 1 çox sinus kvadratı kosinusun kvadratıdır. Burada 4-cü dərəcə olduğuna görə buna bir dənə də 2 yuxarısında yazıram. Düzdür? Yazım. İndi və bütün bunların hamısını bu inteqralda nəzərə alaq. Bərabərdir. Kosinus üstü 4-ün yerində 1 çıxaq sinus kvadratı dedik və sinus kvadratına da biz t demişik. Deməli, alıram 1 çıx t-nin kvadratı və dt. Çünki bir dənə kosinusdan bir dənə də dx-a biz axı burada dt demişik. Sadəcə t-dən asılı bir ifadə aldıq. Bərabərdir. İndi bu inteqralı aça bilərəm. Bunu müxtəsər vurma düsturuna da gətirsəm mənə elə gəlir ki, olar və ya birbaşa da eləsəydim olardı. Yaxşı, müxtəsər vurma düsturundan eləyək. 1 çıxaq 2t plus t kvadrat deyim buna. dt. Nəyin teoreməsi 1-dir? Elə t-nin. Nəyin teoreməsi 2t-dir? T kvadratının. Nəyin teoreməsi t-nin kvadratıdır? T kubu bölək 3-ün. Tamam, əla, davam edək. İndi biz t-ni nəzərə alaq ki, biz t nəyə demişdik t? Biz t demişdik sinus x-a. Burada kvadrat olmalıydı. Bir dənə mən bunu düzəldim. Axı, mən sinus kvadratı dedimsə, burada kvadrat olmalıdır. Burada kvadrat olmalıdırsa 2t-nin kvadratı burada olmalıdır. Burada 4 olmalıdır. 2t kvadratı 2t kubu bölək 3-ün teoreməsidir. T üstü 4 isə t üstü 5 bölək 5-in teoreməsidir. İndi düz oldu. İndi sinusları yerinə yaza bilərəm. T demişdim sinus x-a. 2 sinusun kubu x bölək 3. Bir dənə də alıram sinus üstü 5x bölək 5. İndi hər şey düz oldu. İndi düz oldu. 166 nömrəli sualda mən bütöv məxrəcin hamısını əvəz eləyəcəm. 16 üstə gələk x kvadratına bir dənə t deyəcəm. Onda dt bərabər olur d 16 plus x-in kvadratı. Bunda teoreməsi nədir? 2x-dir. 2x dx. Nəyim çatmır? 2-im çatmır. 2-yə vururam, bir dənə də 2-yə bölürəm. Böldüyüm hissəni, artıq olan əmsal hissəsini həmişə kənarda saxlayıram ki, mənə inteqralı yazan ifadədə elə bir maneçilik yaratmasın. Aldım dt bölək nə? T. Nəyin teoreməsi 1 bölü t-dir? Ln-in 2-də 1 ln t. T nəyə demişdimsə geri qaytarıram. Ln x kvadratı üstə gələk 16-ya demişdik. Bir dənə də sabit oldu. Hamısı düpbədüz.
161. Tangens, bir dənə də kotangens. Nəsə belə bir şey də olmalıdır bundan. Tangens 5x-da əvəz edim. Yox, hələ ki sadələşdirim. Sonra görüm lazım olsa əvəz edərəm. Hələ ki sadələşdirim. Sadələşdirmə deyəndə yəni öz tərifindən istifadə edəcəm. Tangens nədir? Sinus kvadratı 5x bölək kosinus kvadratı 5x-dir. Düzdür? Dx bərabər. Məxrəci saxlayıram. Sinus kvadratını əsas eyniliyə görə əvəz edirəm. 1 minus 5x kvadrat, kosinus kvadratı sinus kvadratını verir. Ona görə yazdım bu qaydayla. Və bunu da 2 dənə kəsrdə yazmaq istəyirəm. İntegraldan birində olur 1 bölək kosinus kvadratı 5x. O birisində olacaq 1. Belə ifadə aldım. Əvəz etmə falan heç nə lazım deyil. Nəyin teoreması 1 bölü kosinus kvadratıdır? Təbii ki, tangensin. Tangens 5x-in. Tangensdən teorem alsam 5-ə vurmalıyamsa, deməli ibtidai funksiya alanda 5-ə bölməliyəm. Çıxılsın nəyin teoreması 1-dir, elə x-in. Plus s. Bu qədər. Cavaba baxım. Cavab aldım. Düzdür. 162-yə qüvvət funksiyası kimi baxacağım. Mən bu çalışıram bütün teoremələrin hamısını, daha doğrusu ibtidai funksiyaların hamısını bir videoda bitirim ki, elə o başlığı altında siz integrala aid olan 38 sual hamısına elə o qayda ilə də baxa bilərsiniz. Çox çəksə də belə çalışacağım bunun hamısını indi bugün bitirim. Dx bu qaydanı artıq izah etmişik. 1 üstə gələ 2x. Qüvvətin üstünə 1 əlavə eləyirəm. 4-də 5 eləyər. 4-də 5-ə də bölmək 5-də 4-ə vurmaq deməkdir. Teorem alanda 2x-ə vuracamsa, deməli ibtidai funksiya alanda 2x-ə bölməliyəm. 2-lər də ixtisarı getsə 2 böl 5. 1 plus 2x-ın da 4-də 5. Bunu da kəsirdə də yaza bilərsiniz. Qüvvəti və yaxud da ki kök altı ifadə şəklində yaza bilərik. Oldu əla. 163 də asan suallardandır. Kök altı x-in teoreməsi xatırladım ki 1 bölək 2 kök altı x eləyir. Nəyimiz çatmır bu ifadə üçün? 2 çatmır. 2-yə bölək, 2-yə bir dənə də vuraq. Onda bərabər olacaq 2 kök altında 3 çıxaq 2x-in teoreməsi. 3 çıxaq 2x-in teoreməsi alanda mürəkkəb funksiya olaraq mənfi 2-yə vurmalıyamsa, ibtidai funksiya alanda mən bunu mənfi 2-yə bölməliyəm. Və ona görə də bu 2-lər ixtisarı gedər. Cavabda qalar sadəcə 3 çıxaq 2x üstə gələk sabit. Cavabımız aldıq düzgün. Burada nə edəcəm? Burada kök altı ifadənin altında olan ifadəni əvəz edəcəm. 4 üstə gələk x kvadratına bir də qəşək t deyək. dt bərabərdir d. 4 üstə gələk x-in kvadratı. O da bərabərdir. Teoreməsi 2x verər. 2x dx. Nəyim çatmır? 2-im çatmır. 2-yə vurdum. 2-yə böldüm. 2-də 1-i yazıram. İntegral işarəsi qarşısında 2x dx-a dt demişik. Kök altı ifadəyə də nə demişik? Elə t demişik. İndi mən bu ikini əslində burada yazsam daha yaxşı olardı. Çünki 1 bölək 2 kök altı t elə kök altı t'nin teoreməsidir. T biz nəyə dedik? 4 üstə gələk x-in kvadratına plus s. %65 nömrəli sualı hissə integrallama ilə etsəm daha yaxşı olar. Bərabərdir. X-a u deyəcəm. Kosinus 2x-a isə v-nin teoreməsi deyə bilərik. Nəyin teoreməsi kosinus 2x eləyir? Sinus 2x-in. Və 2-miz çatmırsa 2-yə bir dənə vuraq və bölək. Deməli 2-də 1-i yazdım qarşıda. İntegral x vurulsun d sinus 2x. Belə bir ifadə alıram. X u-dur, sinus 2x isə v-dir. Deməli bu olur bərabərdir. Elə 2-də 1-i saxlasam çöldə u vurulsun v, xatırlayırsınızsa. Bir dənə də çıxılsın
V vurulsun du sinus 2x, du'dakı elə x'dir. Dx bağladım integralı. Ay, hara getdi, səhv oldu. Neçə idi bu? Bərabər 2'də 1 qalsın öz yerində. X vurulsun sinus 2x, yəni UV. Bir də çıxılsın. Nəyin törəməsi sinus 2x-dir? Mənfi kosinusun. Deməli, buna da bir dənə verək. Mənfi kosinus 2x. İbtidai funksiya alanda 2'yə vurmalıyamsa, teorem alanda 2'yə vurmalıyamsa, ibtidai funksiya alanda 2'yə bölməliyəm. Deməli, bir dənə də vurulsun 2. Cavabda olmalıdır 2'də 1x və 4'də 1 kosinus x. 2'də 1x, 4'də 1 kosinus x aldıq. Bunu da düzgün aldıq. Bunu da yenə bax hissə-hissə integrallama ilə edə bilərik. Yazıram bərabərdir. X nə törəməsi sinuslu kosinusun d kosinus 5x. Teorem alanda 5'ə vurmalıyam. Deməli, bizim 5'imiz, hətta deyərdim ki, mənfi 5'imiz çatmır. Mənfi 5'ə vurdum və böldüm. Mənfi 5, 1 bölək. Mənfi 5 bərabərdir. Mənfi 5'də 1. U vurulsun V. Yəni x vurulsun kosinus 5x. Bir dənə çıxılsın V vurulsun U. Yəni kosinus 5x vurulsun dx. Əla. Mənfi 5'də 1. X kosinus 5x. Yəni UV. Nəyin törəməsi kosinus 5x-dir? Sinus 5x-in. Mənfiləri nəzər alsam müsbət eləyər. 5'də 1'i vurum. Bir dənə də sinus 5x-in teorem alanda 5'ə vurmalıyamsa, ibtidai funksiya alanda 5'ə bölməliyəm. Mənfi 5'də 1x və 25'də 1. 2 dənə misal. Mənfi 5'də 1, 25'də 1. Hər ikisi düzdür. Çox yaxşı. Elə bir az sualımız qalıb. 167. Buna baxıram. Y üstü mənfi 4x çıxaq 2 kimi. Y üstü x-in də törəməsi özü olduğu üçün elə özü də yazaq. Mənfi vuranda müsbət. Törəmə alanda mənfi 4'ə vurmalıyamsa, ibtidai funksiya alanda mənfi 4'ə bölməliyəm. Üstə gəlsə. Bu da cavabımız. Yox, bu deyil. 6x burada artıqdır. Bizə 6x lazım deyil. Yox da əlavə heç nə. Özüdür sadəcə olaraq. Bu sualda nəyi əvəz eləyək? Bu sualda məxrəcin hamısını əvəz eləyirəm. Bütün məxrəcin hamısını əvəz eləyirəm. T deyirəm. dt bərabər olacaq dx kvadratı çıxaq 25'ə. O da bərabərdir. X kvadratın törəməsi 2x eləyir. 2x dx. Nəyimiz yoxdur? 2'miz yoxdur. 2'yə vurum və 2'yə bölüm. Bərabərdir. 2'də 1'i çıxartdım. İntegral 2x dx-ə dt demişik. X kvadrat çıx 25'i də t demişik. Əla. Deməli, cavab oldu 2'də 1 ln t. Lnimiz nə idi? T ilə x kvadrat çıx 5 idi. Deməli, cavab olur 2'də 1 ln x kvadratı çıxaq 25'in özü, bir dənə də plus sabiti. Cavab. Əlavə üstə gəl, x üstə gəl, 4x üstə gəl, 3x. Belə şeylərin heç birisi olmalı deyil cavabda. Elə cavab da özüdür. Sadə, sərbəst özü. 169'da əvəz edərdim nəyi? Əvəz edərdim x-in kubunu. dt dedim x-in kubuna. T dedim. dx kubu bərabərdir 3 x kvadratı dx-ə. Nəyimiz çatmır? 3'ümüz çatmır. 3'ə vurum, 3'ə bölüm. Bərabərdir. Bunu bayaq almışdım. Bayaq nə aldım? 1 böl b aldım da, düzdür. Və burada b-nin yerində nə durur? 1 durur. Həmən düsturda, mən aldığım düsturda. B durur. 1 almışdım bayaq. Onda 1 bölək b, yəni elə 1.
bu 3'də 1 öz yerində qalır. Səliqəli bizə mane olmur. Alınır burada. Bir də inteqral əvvəl yazım. Sonra bunu yazaram. 3'də 1 əvəz etmələri nəzərə alım. 3x kvadrat dx dt dedik. Kökün altında da 9 çıxaq. X kubuna t demişiksə x üstü 6 t'nin kvadratıdır. İndi bunu bayaq tətbiq etdiyimiz düsturu deyə bilərik. 1 böl b, yəni b-nin yerində 1-dirsə, elə 1 böl 1 olur. Burada da olur arc sinus bx bölək a idi orada. Bx bölək a, yəni t bölək 3. Belə bir şey olmalıdır. Əla, biz t nəyə dedik? X-in kubuna dedik. Deməli, bunun yerində bir dənə yaza bilərik. X-in kubu. 3'də 1 x-in kubu. Bəli, düz aldıq. Çox yaxşı, bu da düz oldu. 170. 170'i əslində buradan görürəm ki, bu nəyin törəməsi kosinusdur? Sinusun. Və burada dəyişənin yerində ln varsa, ln-in törəməsində 1 bölü x-dir. Deməli, ln x əvəz eləyəcəm. Bir dənə t deyəcəm. dt bərabərdir d ln x-a. Ln x-in törəməsinə 1 bölü x dedik. dx. Bunun hamısı burada var. Bu var. Bərabərdir. Kosinus ln-ə t demişəm. Kosinus t. dx bölək x-a da dt demişik. Bu qədər. Nəyin törəməsi kosinusdur? Sinusun. Sinus t. Cavab oldu sinus t. T'nin də yerinə qoyaq. Sinus ln x. Bu qədər. Heç bir əmsal, kvadrat, qüvvət, heç nəsiz sinus və ln x. Sadə bir şey. Çox sadə, bəsit bir şey. Bu sual qəşəng sualdır. Gör nə boyda bunun cavabı var. Bu ilə misala baxan kimi burada böyük cavab yadda saxlamaq olur. Bu hardan alınır? Alınmasını mən bir dənə səliqəli şəkildə burada bir şey vurğulayım. Bax, mən burada bir dənə 1 çıxıram, bir dənə də 1 əlavə edirəm. Birinci gördüyüm iş budur. X-in kubu çıx 1 kök altında x minus 1. Bir dənə də üstə gələk 1 bölək x minus 1. Buradan artıq 2 dənə ifadə almışam. Sonra aparıram. Hara aparıram? X kubu çıx 1'i kublar düsturu kimi açsam, x çıx 1. X-in kvadratı üstə gələk x üstə gələk 1. Bölünsün kök altda x minus 1. Üstə gələk 1 bölək x minus 1 bərabərdir. Bununla bu ixtisar getsə burada qalacaq kök altda x minus 1. Bir ixtisar gedəcək, biri qalacaq, düzdür? Bir dənə də olur burada x kvadrat plus x plus 1. Üstə gələk 1 bölək x minus 1. Əslində ardını tam səliqəli qəşəng şəkildə apara bilərəm. Heç bir problem yoxdur bunu həll etməkdə. Yəni gedişat olaraq vurğulayıram ki, buradan başlayır. Və burada fikir verin, görün neçədən ifadə alınır. Burada rahat bir 3 dənə ifadəniz burada var. Kök altı x minus 1'i x-a, x kvadratına və 1'ə vururuq. 3 dənə ifadə burada alınır. 3 dənə ibtidai funksiya burada alacağım. Bir dənə də elə hazır 1 bölək 2 kök altında x minus 1 desəydim, kök altı x minus 1'in törəməsi elə hazır burada var. Yəni mənim cavabımda mütləq şəkildə 4 dənə ifadə olması elə buradan görünür. Və burada fikir versəz 4 dənə ifadə olan hal harda var? Bu hissədə var. Lap mən bunun müəyyən bir hissəsini də yenə gətirə bilərəm. Sadəcə burada çox vaxt aparmaq istəmirəm, sözün açığı. Gəlin belə eləyək. Bax, burada 172, 173. 2 dənə sualım qaldı. O 2 dənə sualı deyirəm. Sonra isə bu sualı, bayaqki sualı tamamlayacağım. Yəni siz bu videoya baxanda istəsəniz tam axıra qədər o həllə də baxarsınız, sona qədər. Ya da ki, elə bu 2 dənə sualı izahından sonra da dayana bilərsiniz. Nə ola bilər? Məsələn, o sual sizdə haradasa bir seminar sualı olaraq rastınıza çıxdı. İndi burada sırf hamısı imtihana hazırlaşmaq məqsədi ilə baxmırsınız ki, onsuz da. Nəyə əvəz eləyəcəm? Bu qüvvətin hamısını əvəz eləyəcəm burada. X kvadrat çıx 3'ə bir dənə t deyəcəm. dt də bərabər olur dx kvadratı çıxaq 3'ə. O da eləyir 2x dx.
Nəyim çatmır? Deməli, mənim hələ ki burada 2-im çatmır. 2-yə vurdum və böldüm. Bərabərdir 2-də 1-i saxlamışdıq. 2x dx-imiz dt eləmişdi. Y üstündə də bütün hər şeyi əvəz etdiyimizdə t demişik, y üstü t. Belə sadə bir şey. 2-də 1. Nəyin teoreması y üstü t ilə y üstü t-nin özünü. Və t nə demişsiniz siz? T olaraq nə qəbul eləmişik? X kvadrat 3-ü yerinə qaytaraq. Plus c. Əla, düz. Və nəhayət integral mövzusunun sonuncu sualı çox asan bir şeydir, sadə bir şeydir. Nəyin teoreməsidir? Nəyin kvadratıdır? 2x-in. Düzdür, 2x-in kvadratıdır. Deməli, bu olmalıdır. Arcsinus 2x. Baxın, arcsinus 2x-dan teoremi alsaq, 1 bölək kök altda 1 çıxaq 2x-in kvadratı olar. Bir dənə də teoremi alanda nə edirik? 2-yə vururuq 2. Görürsünüz, bu ifadənin hamısı burada alındı. Deməli, axtarılan A parametrinin yerində nə dayanmalıydı? 2 dayanmalıydı. Bu qədər. Bitdi. 1 saat tam bəs elədi ki, bunların hamısını izah edeyim. İndi mən qayıdıram bayaqki bu möhtəşəm suala. Bu möhtəşəm sualda deməli bu hissələri yadda saxlayın. Burada mənim nəyim var idi? X-1'i belə bir ifadəyə vurmuşam. Burada bir dənə yer düzəldim ki, onu ekranda burada sizə rahat şəkildə həll edə bilim. Baxın, burada deməli bizdə 4 dənə hal-hazırda ifadə var. Nə az, nə çox 4 dənə. Bu birinci integral, bu ikinci integral, bu üçüncü, bu dördüncü. 3 ilə 4 bunların içində ən asanlı olanlarıdır, ən sadə olanlarıdır. Çünki bunu qüvvət kimi baxıb rahat şəkildə həll edə bilərik. 3 ilə 4-ü yazım, saxlayayım kənarda. 3 ilə 4 ümumiyyətlə yenə deyirəm, bunların içində sadə olanlarıdır. Əsas bizə önəmli olan birinci və ikincidir. Birinci və ikinci integrallardır. Məsələn, ikinci integralı biz necə əvəz eləyə bilərik bunu sadələşdirmək üçün? Hansı variantdan istifadə edə bilərik? Məsələn, hissə-hissə integrallamadan istifadə edə bilərik. Ya da ki, bir çıxıb əlavə eləsəm, mənə elə gəlir, yaxşı variant olar. İndi bir dənə 2-ni həll edirəm. O birislərə, məsələn, baxmıram. Yenə deyirəm, 3 ilə 4 asandır. Bayaqdan bundan çox eləmişsiniz. Bir dənə bu 2-nin üzərində dayanmaq istəyirəm ki, 2-ni eyni zamanda 3-ü də həmən qayda ilə etmək olar. 2-dən nə edərdim? İntegralda 1 çıxardım, 1 gələrdim. X minus 1, bir dənə də üstə gələk 1. Kök altı x minus 1 dx bərabərdir. X minus 1 ilə x minus 1. Bu olur integralda. Olur integral altında. Deməli, necə bir ifadə olur? Olur x minus 1-in hansı qüvvəti? Burada 1-dir, burada 2-də 1-dir. 2-də 3 dx. Bir dənə də üstə gələk integralda elə kök altında x minus 1 dx. Buradan yenə də bir sadə ifadə aldım. Eynən 2 dənə buradan sadə ifadə almışam. Burada alınır x minus 1 üstündə. 2-də 3-ün üstünə 1 gəlsəm eləyər 2-də 5 bölünsün 2-də 5. Üstə gələk. Burada da alınır. Baxın, x minus 1-in biri burada var, biri də bayaq var idi. Lap onunla bir yerdə top götürə də bilərəm. Ayrı-ayrı da yaza bilərəm. X minus 1 üstü 2-də 1, bir dənə də bölünsün 2-də 1. Yəni, bu qayda ilə yaza bilərik. Hətta orada x kvadrat olan ifadə də var. X kvadratı da 1 çıxıb 1 əlavə eləsəm, x kvadrat çıx 1 olar. Onu da vuruqlarına ayrılmış şəkildə x minus 1
x plus 1 deyib də davam edə bilərəm. Yəni bu qayda ilə bu misalı tamamlaya bilərsiniz.